Uşaq qəpik udarsa, bu nəcislə çıxa bilərmi, yoxsa bağırsaqlarda ilişib qala bilər? Ümumiyyətlə, yad cisimlər, xüsusilə metal əşyalar uşaqlar üçün təhlükəlidir. Ən çox uşaqların udduğu bütün dünyada belədir. Yəni daha çox metal əşyalar, xüsusilə metal pullar və qəpiklərdir. Bilirik ki, bunların hər hansı bir toksiki, yəni zəhərləyici təsiri yoxdur. Sadəcə keçməzlik problemi yarada bilər. Bu da nə zaman olur? Qida borusunda qaldığı zaman. Yəni udulmuş bir qəpik, metal pul əgər qida borusunda qalırsa, təcili şəkildə çıxarılmalıdır. İndi o işləm sırasında tutaq ki, endoskopiya ilə edilir, başqa bir alətlə edilir, mədiyə salına bilər, çıxarıla bilmirsə, yaxud çıxarıla bilər. Bu başqa bir məsələdir. Amma qısacası qida borusundadırsa çıxarılır, mədiyə düşübsə, qida borusunu keçibsə onu çıxarmağa ehtiyac yoxdur. İstər tək qəpik olsun, istər 2 dənə əlavə qəpik olsun, izləmək lazımdır. Təqribən 2 gün ilə 14 gün arasında yad cisimlər həzm sistemindən xaric olurlar. Həzm sisteminin ən dar yeri yemək borusunun üst hissəsi olduğuna görə, əgər bir metal pul oradan keçirsə, böyük ehtimal həzm sisteminin bütün hissələrindən keçir. Xüsusi dərmanlara, siroplara, yemək rejiminə, diyetalara isə gərək yoxdur.